Yaxşı, onda biz tələbələri nəzərə alarıq. Günel şeirindən sonra onu səsləndirərəm. Rəşad Nağı Mustafa yazır ki, yenə sizin küçəni qarış-qarış yazıram. Deməli 13 ağac, 6 işıq dirəyi, bir neçə yiyəsiz it. Ağaca söykənmişəm, işığa göz dikirəm, itlərlə danışıram. Səni unutmaq üçün bundan yaxşı şərait. Küçənizin başında bir məscid də var hələ. Azanı eşidəndə dilimin altda biraz zümzümə eləyirəm. Bu sirli çağırışı uşaqların dilinə tərcümə eləyirəm. Ah bu yeni yetmələr, ah bu yeni yetmələr. Məscidin asarında Günel səni sevirəm. Günel məni bağışla, Günel çox darıxmışam. Qırmızı ağ yazılar, quşlar divardan məktub götürə bilmir axı. Alın yazısın, bura nahaq yazırlar. Görəsən minarədən özümü yerə atsam mənə günah yazılar. İstəyirəm quşqırım küçənin ortasında. Günel, o səni sevir. Günel onu bağışla. Günel o çox darıxıb. Səni görsəm qorxuram, Günel deyim karıxıb. Havadakı çox isti, ürəyim də sıxılır. Bu darıxmaq ki var məni yığıb boğaza, sigaret də qutarıb. Tərsiyə bax küçədə sigaret də satılmır. Məndən 5-6 ağac o tərəfdə bir nəfər bir ağaca söykənib, işığa gözün dikib, itlərlə danışır, dərindən nəfəs alır. Deyəsən o Günel də sizin küçədə qalır. Deyəsən o Günel də sizin küçədə qalır. Bax, bütün bu şey